bu vaxta qədər hansısa bir uşağın taleyi sizi daha çox incidir və yaxud da yadınıza düşəndə sizi hər gün incidir? Yəni bilirəm, bütün taleylər sizin üçün ağrılı keçib, amma onların da içində bir çoxaltma dərəcəsi üstün olan yəqin ki, bir daha ağrılı taley var. Bununla bağlı fikirlərinizi almaq istəyərdim. Bir ağlanış belə mənim üçün əzabdır. Halbuki orada heç bir şey yox idi, bax indi qalxdı o uşaq. O sadəcə ayaqqabı geyinmədiyinə görə ona deyirlər ki, ayaqqabını geyin, ayaqlar soyuq olacaq. Amma mən hamısını xatırlayıram. Elə bir həyat hekayəsi olmayıb ki, mən onu unudum və ya yadımdan çıxsın. Amma ən ağrılısı onunla bağlı mən bir vaxtlar hekayə də yazmışdım. Çünki mən onu xilas eləyə bilmədim. Çünki çox gec idi. 12 yaşında aldadılmış bir qız idi. Cəmiyyət tərəfindən, doğmalar tərəfindən, yaşadığı yer tərəfindən, insanlar tərəfindən tam dışlanmış bir qız idi. Bizə gələndə artıq onun 14 yaşı var idi, 15 yaşı var idi. O 3 il ərzində elə bir həyat sürmüşdü ki, orada artıq uşaq obrazının heç U hərfi yox idi. Onun anası 6 yaşında olanda tərk edib getmişdi. Qəfildən qadın yoxa çıxmışdı. Və uşaq 6 yaşından ancaq bir fikirlə böyüdülürdü. Sənin anan əxlaqsızdır. Sən də onun tayı olacaqsan. Sən heç kimə lazım deyilsin. Ata evlənmişdi və bu sözləri təkrarlayan atadan çox ögey ana idi. Və gündən bir günü ilə qonşulardan biri deyir ki, mən sənin ananın yerini bilirəm. Aparıb qıza təcavüz eləmişdi. Vəssalam. Bununla da qızın həyatı qaralmışdı. Bizə gələndə artıq qız elə bir vəziyyətdə idi ki, yəni ilk görünüşdən qarşında bir susqun biri var idi. Sadəcə susurdu. Bizim qaydalarda birinci olaraq uşağı gigiyenasına baxmaqdır. Və bir də gördüm, əməkdaşımız gəldi ki, Kənan xanım, siz bunu görməlisiniz. Mən keçdim hamama, gördüm ki, o suyun altında daban daşı ilə bədənini qaşıyır, sürtünür, qaşıyır. Və yavaşca yaxınlaşdım, mən o daşı onun əlindən aldı, dedi ki, dəymə. Mən çox çirkliyim. Bu məni təmizləyəcək. Mən artıq onda başa düşdüm ki, biz buna heç nəylə kömək eləyə bilməyəcəyik. 2 dəfə özünə qəsd eləməyə qalxdı. Artıq məcbur olduq biz onu psixonevroloji xəstəxanaya yerləşdirək. Ancaq bir şey deyirdi də, yəni. Anamı görməmisiniz, anamı görməmisiniz. O qızı biz xəstəxanaya yerləşdirdik. Üstündən bir neçə ay keçəndən sonra mən onun anasını tapdım. Və apardım xəstəxanaya ki, o onsuz da ruh xəstəsinə çevrilib. Və qız artıq ölüm yatağındaydı. Çünki o elə bir vəziyyətdə idi ki, artıq dərmanlar da ona kömək eləmirdi. Və bir kimsəsiz idi də. Və mən ona bircə kəlmə dedim ki, mən sənin ananı gətirdim. Bir aydan sonra qız dünyasını dəyişdi. Və ana mənə bildirdi ki, onun 6 yaşı olanda mənim qızıma təcavüz edən adam mənə də təcavüz eləmişdi. Mən kənddə biabır olmamaq üçün kəndi tərk elədim. Çünki adam mənə hədə qorxu gəldi ki, bu hər gün təkrarlanmasa, mən sənin əxlaqsız olduğu bütün ölkəyə bildirəcəm. Və tutuldu mu həmin adam? Yox, o vaxtda tutulmadı, buraxıldı. Çünki bir uşağın dediyinə heç kim inanmadı. Amma üstündən bir neçə il keçəndən sonra ağır xəstəlikdən adam getdi. Yəni bunun
mütləq bədəli olmalı idi. Amma bir ailə dağıldı. Bir qadın məhv oldu. Bir qız böyümədən dünyasını dəyişdi. Mənim üçün deyərdim ki, ən ağır. Mən onu heç vaxt unutmayacağam. Çünki mən özümü günahkar sayırdım ki, kaş ki mən o qızı tez görəydim. Kaş ki bizim əlimiz ona 2 il, 3 il öncə çataydı. Kaş ki biz onun həyatının dəyişilməsində bir köməyimiz ola biləydi. Ancaq köməyimiz onu ruhi xəstəxanaya yerləşdirməkdən başqa bir şey olmadı. Və bu kömək deyildi.